4. Səhər tezdən durmuşuq. Bu yeni il ərəfəsində elə bil hər gün bayramdır da, elə bil. Adam hər gün istəyir qəşəng yesin, gözəl yeməklərdən bişirsin və ənənəvi olaraq bizim o gözəl induşkanı hazırlayırsınız. Belə gözəl, qəşəng parıldayır belə. Gedək. Göstərəcəm hansı induşkadan mən istifadə edirəm. Sabahınız xeyir, necəsiz? Əziz doğma. 30 il inandırım elə bil. Bu market mənim qardaşımdır. Mağazində girəndə artıq belə marketə girəndə görürsən ki, bayram ab-havası. Elə bil Almaniyadasan. Hədiyyələr zadlar var. Kimə istəyirsiniz, nə istəyirsiniz hədiyyə alaq? Gəlin fikrimizi qarışdırmayaq, gedək induşkamızı alaq. Yolda, aha, bal da lazımdır. Bu balı götürün birinci buradan. Akazen balı. Anzar balı deyirlər, o Türkiyədə zadda var. Sonra əlbəttə ki, kərə yağı götürəcəm. Bu İrlandiyanın gözəl kərə yağıdır. Bundan götürək. Bəlkə Elnur bir dənə şey də eləyərik. Bəlkə bir mantı qazanım var. Belə parda gözəl bundan qarçıçı ilə qəşəng belə yeyərik. Yanında bir pivi ilə. Nətər deyirəm, nətər dedim sən məncəm. Elnur çək, Elnur. Ha, budur. Bax, belə çox gözəl alınır bundan. Görürsünüz qəşəng. 4 kilo 600. Bir dənə bu qəşəngdir. Bundan belə qəşəng pişirəcəm. İri dudana elə olmalıdır. Bir qəşəngdir. Bir girinəkdə qəşəng pişirəcəm. Bu dənə var, xardal lazımdır. Bizdə almanlar gələndə bunu görüb çox belə təəccüblənmişdilər ki, bu sizdə varmı? Deyirəm, əlbəttə. Bütün Almaniya buradadır. Nemis. Almaniyada tapılmır, inandırıb gəlib buradan göt tapardı yeşik. Məhsul həmişə götürəndə keyfiyyətisinə üstünlük verirəm. Kikoman gözəl soyuğu soğuzdur, bundan istifadə edəcəm. Kikoman çox gözəldir. O bir xardaldan da lazımdır mənə, Elnur. Bundan, bundan. Bundan da götürüm. Bu da qəşəngdir. Bu bizim saskanı yeyəcəyik. Pivi ilə yanında Nemes ab-havası. Yadında da keçən yaratmışdıq belə gözəl ab-hava. Xiyarlar axtarırdım mən. Bax belə gurken. Bu acılı olur bu. Çox qəşəng olur. Künhə. Hoşumda köhnə. Köhnə deyil, köhnə. Adını deyirəm, köhnə deyil, köhnə. Bax, karnişon. Bax belə aysa, bu karnişon da qəşəng olur. Sasiska, bizim qarçıça, xardal, xiyar. Bir də şey lazımdır. Deməli bizə portaqal suyu gedək. Laplandiya bizim gözəl, qəşəng Laplandiya arağımız. Yeni il ab-havası istəyirsiniz də belə. Laplandiya. Gedəcəm ora yenə də. Orada da həmin araqdan var. Laplandiyada. Gedək götürək. Hava buradadır, orange. Tanıyırsınız? Bəli, tanıyırım. Əzbər bilirəm hər şeyin yerini. Bu da gedər. Bədəbətdə. Teyyarə ilə tez-tez uçuram. Bilmirəm, teyyarəyə minən kimi bu tomat şirəsini deyirəm. Teyyarədə bilmirəm, nəyə görə elədir. Bəlkə siz bilirsiniz, kommentariyada deyərsiniz. Amma götürüb içəcəm da belə. Gecək əsas məsələyə. Burada çox geniş şəkildə bu spirtli içkilər var ki, sansanı siz ancaq burada görə bilərsiniz. Bütün geniş çeşid. Bax belə pivələr. Hayda bir dənə götürüm, belə Guinness götürüm. Bax bundan içərik. Elnurcan 2 dənə götürüm, bundan içərik. Şey pivəsi də var, yapon. Bu da bir dənə dadına baxaraq bir dənə götürək. Yaxşı olmalıdır. Şərab, araq, likör, Sovet sənayemiz nə istəyirsə burada var. Bax hələ davam edirəm. Gözəl Movenpick şərabı da var. Eksklüziv olaraq gətirirlər. Bax bu Almaniyanın gözəl şərabıdır. Ümumiyyətlə Almaniyanın şərab hazırlama texnologiyası çox xoşum gəlir. Əla. Ələlxüsus belə Riesling var. Burada varmı? Bax belə Riesling. Mən həmişə bundan içirəm. Suyun əvəzinə bunu içsəz daha yaxşı olar. Mən məsləhətim budur. Bir ucuzdan bahağa doğru nə istəsək burada var. Dünya brendləri olan içkilər hamısı var burada. Hamısı. Nə istəyirsiniz? Viski, konyak, brendi. Çörəyin iyi gəlir. Görək burada nə var?
Ah, çöreğin güzel ətri geldi bura. Aa, ne güzel. Almanya'dan deyəsən bu gəlir. Bunun xəmiri. Unsuz? Bəli, unsuzdur. Yarma çöreği. Bunun da dadına baxaraq bir saski ilə elnur ha, bir dənə qarçıçıya batırırıq. Alman çöreğidir, ha? Organikdir. Organik. Qara buğdadır, yeni dəyişilməmiş qara buğda. Bundan səhər yeməyində həmişə bundan istifadə edirəm. Bu biskof çox qəşəngdir. Kofe ilə bunu içirəm. Ancaq alma. Çünki bunların hamısını belə deyim də, yəni mənə özgə deyil. Xaricdə səfərdə olanda həmişə bunlardan alıram. Qiymət də mən sizə deyim eynidir. Aşağı yuxarı eynidir. Qopuma belə bir kremrik. Və bu da qəşəngdir. Onun çörəyin üstünə yağ gider. Bir də biraz da kərə yağı. Səhərdə. Bir belə kalori güdən deyil. Bu vuran adamlar var, həmişə deyir, o şeydə bir Rus ifadəsi var deyir. Сколько deyir, vodka не покупай, все равно придется сходить к гастроном. Deyir, nə qədər içkini götürürsən götür, sonra markete getməyəcək. Amma mən götürürəm, qərəlimi bilirəm, ona görə də indidən tədarükümüzü görək. Bax, belə armudla götürəcəm, şnaps ən xoşladığım. Belə yeni ilin ortasında, saat 2-dir, 3-dür, sizin qutarıb, yanacağınız qutarıb. İnduşkanı necə hazırlayacağıq? Soyuvu soğuz götürdük, yağ götürdük, bal götürdük, apelsin şirəsi götürdük. Sonra lazım olacaq bizə zəncəfil, sonra da bir də armudla düzəldəcəyik ki, üzərinə bıraq ki, belə glazur olsun. Belə maraqlı reseptdir. Həmişə pişirdiyim kimi deyil. Baxaq, görək necə alınır. Çox maraqlı hədiyyədir. Götürək bu Samirin uşaqlarının Adikiyə götürək bundan birini. Xoşu gələcək. Ha, bu da Hüseynə verərik. Tamam, vaxt itirməyək, gedək. Gedək. Uzaqdır, biraz yolumuz uzaqdır ki, hazırlamaq sat var. Salam, sabahınız xeyir, necəsiz? Bunu mən elə hazırlayayım sizə. Bax da belə bütün canına hopsun o kərə yağı zadı hamısı, üzü qızarsın eləsin. Belə də pamlıq kimi, yumuşaq, şirəli induşqa. Suyum yaddan çıxmışdı. Bunu da götürüm. Qazlı və çox gözəl sudur. İtaliya suyuydu. Qazlı və qazsız. Səhər durub bir dənə vurursan bunu. Əla. Ha belə. Yəni xoşbəxt hiss eləyə bilərəm özümü. Ki istədiyimi tapdım və gözəl də hazırlayacağıq. Əla. Çox sağ olun. Qarşıdan gələn yeninizi təbrik edirəm. Sağ olasınız. Hər şeyi aldıq. Yavaş-yavaş düzələk qalacığa. Əziyyət çəkdinizə, çox sağ olun, minnətdaram, sağ olun. Ay, gözəl multivan. Volkswagen, Das Auto. Volkswagen. Burada görürsən mi? Mağazin Nemes. Bura ilə bura qoyaq gəl. Maşın Nemes, mağazin Nemes. Sağ ol, çox sağ olun, minnətdaram. Ha? Siz də Nemes. Mən də özüm Nemes, Alman təbiətli insan. Nətər olacaq? Gedək. Gözəl dağ çayı qalacaq. Nətərdir sən məncə? Ha, Elnur? Drone. Gözəl gəlib çatdıq. Düşünməzdim dekabrın axırı belə gözəl hava olar. Çox gözəl. Burada bizim ağaçlar da. Buranı da biraz bəzəmişik, fikir verin. Nə gözəl. Buranı da bir bəzəmişik. Yeni il ab-havası vermişik buralara da. Havaya baxın. Qastıra var. Deməli, orada başlayaq. Hazırlığı görək. Sonra hava qaralacaq. Keçərik içəri. Sonra şamımızı yandırıb belə gözəl, qəşəng, gözəl bizim induşkanı hazırlayacağıq.
Aha. Ehtiyatla bunu kesək, çıxardaq. Bir ildə bunu gözləyirəm. Düzdün vəzisi var, bunu çıxardaq. Çox qəşəng, belə gözəl induşkadır. İndi biz bunu biraz marinadda saxlayacağıq. Hə, deməli, biz bizim dediyim kimi hazırlayırıq. Kök, soğan, sarımsaq, zəncəfil, rozmarin burada var. Belə kərəvüzdən də istifadə olunacaq. Bunu qaynadacağıq. Normalda bir 12 saat saxlamalısınız. Mən biraz onun suyunu biraz zənginləşdirəcəm. Belə çox belə zəngin olacaq. Bir az saxlayacağım biraz ki, bugün axşama hazırlayaq, bitirək. Baxaq görək necə alınır. Ona görə də başlayaq bizim marinadı hazırlamağa. Kökdən yenə əlavə eləyək. 3 dənə kök eləyək. Kökü belə çox təmizləməyə ehtiyac yoxdur. Zəncəfili də götürürük. Bunları sonra yığışdıraq. Zibil qabımız təmirə gedib. Sonra sarımsağı da belə açırıq belə. Sarımsağı ataq. Duzunu biraz bollayırıq. Bu qədər. Canlı kopsun. Sonra da istot. Sufdur da ha. Soya sosundan da əlavə edək. Çox yox. Biraz. İndi su lazımdır bizə. Su əlavə edib qoyuruq. Burada qaynasın. Bravo. Tak. Ən yüksək temperatura qoyaq. Biraz da su əlavə edəcəyik bura. Biraz da qaynasın. Son dadına baxaq. Prosesi görəcəksiniz. Çox gözəl, maraqlı bizim induşkamız alınacaq. Beləyək, belə. Ay, sağ ol. Bəh, həyətin rozmarini lap gözəl. Cəfəri, rozmarin. Çox belə gözəl, bunun iyi aromatı gəlir. Görürsünüz bizim qaynadı. Bizim bu qarışım. Hansı ki biz bunu indi suda qoyacağıq, qalsın. İndi bu qaynardı, buz da gətirmişik. Bunu söndürək. İnduşka da böyükdür də. Deməli bunu əlavə eləyək bura. Çəkək. Biraz da buz lazımdır İnna xanım. Ha, soyudu. Soyudu. İndi bunu qoyuruq, keçiririk bura. Qoyduq bura. Gözəl. Bəli, burada biraz dinlənməlidir. Qalmalıdır burada. Çimdiririk də belə soğanlı, köklü suda çimdiririk. Mən sənə deyim, sağlığında heç belə gün görməmişdi bu induşka. Kimdir bunu belə çimdirən buna belə? Deməli, biraz darçın çubuğu da əlavə eləyək buna. Biraz da zənginləşdiririk. Arası 3 dənə belə əlavə eləsək bəsdir. 2 dənə. 3 dənə, gəlin 3 dənə. Burada bir xardalımız da var idi.
bal da əlavə eləyək biraz. Çox gözəl. Bayaq sos qaldıq axı. Elnur ya bir dənə onu qəşəng mən sənə bişirim. Bu suda qalana qədər. Pivə ilə başlayaq vurmağa. Keçək növbəti etaba, yəni vaxt itirmədən biz bu şabalıd püresini düzəldək. Soğan lazım olacaq bizə. Çox gözəldir. Höysan soğanı deyirlər bizdə. Çox gözəl olur, mən sizə deyim. Bu soğanla ikisini birdən qarışdıranda çox əla olur. Ay, sağ ol, gözəl kərə yağı. İrlandiya kərə yağı. Xaricdə də fikir vermişik. Bundan alıram həmişə. Çox gözəl yağdır. Təmiz kərə yağı. Ay, sağ ol, bölürük. İnandırım, İrland dilində danışırıq. İrland ləhcəsi. Çox gözəl, möhtəşəm, gözəl aromat. Hansı? Ha, nə yazıb görə? Görmün, ha? Hər şey pişir, hər şey Nemetskidən. Ona görə Volkswagen zadamsı. Yağımız, zadımız, belə deyim. Pivə, sokumuz, zadımız, hamısı. Özümüz də Nemetski, Alman təbiətli adamıq. Dəqiqliyi xoş deyirik. Bayaq çörək almışdıq. Bir dənə, o çörəyi verin da bir dənə. Orada çörək var idi, bir dənə verin. Bir dənə yaxım. Ay, sağ ol. Qəşəng bundan. Almanca danışmıyorsan. Ha, ya, schneisen gut. Doğrudan bizim rolik nə oldu o bizim Almanlarla olan? Hazır olacaq yoxsa Novruz bayramına? Ya. Dediyim çox əla. Nə gözləyirsən? Hər həftənin 4-cü günü təyyarə ilə gəlir, təzə-təzə. Sveji. Bu da xəmir də Almaniyadan gəlir. Ət məhsullarıdır, süt məhsullarıdır, hamısı. Özə tarixləri də çox uzun deyil. Bizim bu şabalıd qalacığın şabalıdıdır. Çox gözəl olur, mən sizə deyim. Mən bunu götürürük. Bu il arası 80 kilo hazırlamışıq. Dondururuq belə. Azca qaynadıb bu şəkildə hazırlayırıq. Sonra bütün qış boyu istifadə edirik bundan. Qapağını örtək, biraz pişsin. Sonra blend eləyək. Qəşəng püre çıxsın. Bravo şef, bravo. Şabaludumuz hazır oldu. İndi bunu blend eləyək. Dayandı, xarab olun. Ha? Gücü çatmadı. Gedək içəri. Qalanını içəridə davam eləyək. Çox qəşəng instrument. Ay sağ ol da. Qabil, ona görə də adını bağlamışam burada ki, görməsinlər ki, nədir. Niyə biabırlıyım şirkəti? Ay sağ, instrument göstərəcəm. Nətər olur sizə instrument. Başqa blenderlə eləyək, belə alınmadı. Məqsəd yönlü istifadə etməmişik. Ola bilər. Bunu qaba çəkək. Biraz çox alınıb. Ya da az deyirik də, amma hərəyə bir dənə bəlkə. Şeyin dəfə çox bəhbəhlə yeyildi bizim o 13 keçirdiyimiz mini festivalda. Tədbirimiz çox gözəl keçdi. Elnur yadındadır da. Nə qədər içdi nə sənə. Bu başqa məsələ. İnstrument balıq püremiz alındı. Çox dadlıdır.
mən sizə deyim, çox Onlara dadı. oxşayır etrafı. Bəli, bəli, maraqlı. Gelato. Gelato. Bax. Əla. İndi keçək induşkiyə. Bunun yağını hazırlayaq ki, rozmarinlə, cəfəri ilə duz istot vurub, sonra belə yeridəcəyik dərinin altına. Görmüsünüz çox yerlərdə belə. İndi bu kərə yağını doğrayaq. Rozmarin həyətimizdəndir. Gözəl, qəşəng. Ay, 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 gözəl aromat. İndi cəfəri də biraz əlavə eləyəcəm. Doğrayaq. Bunu da əlavə eləyək, çox xırda doğradıq. İndi istot vururuq biraz. Duz. İndi bunu yaxşıca qarışdırırıq. Əlim təmizdir. Yaxşı, o belə toplar zadlar var, sıxırlayırsınız. Amma bir də bununla da belə yaxşı məşq edə bilərsiniz. Ay, sağ ol. Gözəl, qəşəng marinatda qaldı. Gördüyünüz kimi suda. Soğanla, zadla. Gördünüz də burada gözəl, qəşəng. Mən sizə məsləhət edeyim, arası bir 2 gün saxlayayım. Gəl bunu çıxardaq. Yaxşı çimdirdik. Pəh, 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 pəh. Gözəl. Qurulayaq bunu. 4 kilo 600-dür, bəs eləyir. Koreyada uşaq anasına deyir ki, ana mən deyir, bir it istəyirəm belə yeni ilə. Deyir, oğlum, yox, biz yeni ildə induşka yiyəcəyik. Bunu salırıq, sağa, sola. Sol tərəf. Aha, bu tərəfə, sağa, sola, dərini zədələmirik. Biraz sol tərəf. Sən qoy da. Bayaqdan 9 saatlı çəkilişdəyəm. Mən başlayıram. İndi yox da. İndi. Nə var eyvən? Səhərdə. İşdə. Təəddübət nə qədər işləmək olar. Bir quraq da yeni il. Cəmaat deyəcək ki, Aytıran mənim, niyə vurmursan? Xəstələnib sadlayıbsən. Vah. Laplandiya, özümüzü Finlandiyada istiləyək. Canınız sağ olsun, sağ olun. Qarşıdan gələn yeniliz mübarək. Bu nədir? Bal deyib bal. Bax, indi gör qaqanına qararıq. Gör Elnur. Məqsədimiz odur ki, yəni bu induşkanın döş hissəsi əti də biraz quru olur. Biz buraya yağ yeridəcəyik və bu hissəsindən, buralardan da həmisi bu qarışımımız var, bu yağ. Gözəl, bax bunu yeridəcəyik buraya. Bişəndə bütün hamısını belə çəkəcək, belə deyim də, belə çox şirəli. Bu yağı belə doldururuq. Bunlar hamısı dərinin altından yeriyəcək. Bütün bu döşətinə dərini zədələmirik. Ay, sağ ol, gərək hər şeyi hiss eləyəsən. Bayaqdan bununla eləyirik. Əl ayrı şeydir. Əllə hər şeyi biz görürsünüz ki, bu tərəfə də biraz yağ yeriyədək. Bunlar hamısı əriyəcək, bütün canına çəkəcək. Dəri də qoymayacaq ki, onu yansın. Dolğu, belə, bədən üçün body fillerlər var, belə, bəzi yerlərin, bədənlərinin görmüsünüz bəlkə. Yəni, bunun biz ticarəti ilə məşğuluq. Bəli, arağı tez-tez çəkmək, yəni məni çək belə. Burada dura-dura. Mən qabağı bir də söhbət eləməm. Ola bilər. Biraz da bunun içərisində də yeridirik. Cümə, şənbə, bazar. Cümə, şənbə, bazar. İçərisində portağal. Bax, belə. Ayva. Çox gözəl aromatlı ayvadır. Ayvazovski. İndi bunları dolduraq.
apelsinləri. Sonra hayvanı. Heyva deyirlər. Şəkildə hayva deyirlər. Həmişə kommentariyada yazırsınız ki, müəllim, hayva yox, heyva. Heyva gülü. Getdi içinə. Bunu belə bağlayaq və həm qoymayacaq bizim apelsindən heyvamızı çıxmağa, həm də qəşəng görkəm verir buna. Yenə də üstdən bunu yağlayırıq. Yenə də biraz bizim kərəvüz doğrayırıq, iri-iri. Bölünə əlavə edək. Gördünüz mü? Belə aramaq da pişsin. Bax, bir dənə oradan kök ver. Və yenə də böğürlərinə kök qoyaq. Belə hazırlayanda görürsünüz ki, belə bir vizual rənglər belə zövqünüzə oxşayırsa, deməli, yeməyiniz dadda alınacaq. Mən öz şəxsi təcrübəmdən irəli gələn bir fikri sizlə bölüşdüm. Böyük yaşıl yumurtamız bir qrinek. Bunu qəşəng qızdırdıq. Ot kəsici deyirlər. Rassikatil deyirlər, rassikatil. 1-2 saat burada pişməlidir. İnstrument tarif şeydə kişi. Görürsən? İndi açaq biraz qızsın. İndi onun üzərini folyo ilə bağlayırıq. Biraz da nəmləndiririk ki, biraz yaxşı pişsin. Bax, bunu su əlavə eləyək. Su əlavə eləyirik bura. Konveksiya effekti əmələ gəlir. Belə. Bunun üzərinə qoyuruq əvvəl belə kağızı. Sonra da folyanı. Qabımız odalanılıdır. Oda davamlıdır. Agniporn. İndi gedək oyaq pişsin. Gidək. İndi olar. Gedək. Ay sağ ol. Aç Elnur. Qoyuruq bura. Ay sağ ol. Bu şeydən oraqda pişən şey qəşəng olur. Harasa 1-2 saat qalmalıdır burada. Gözəl pişəcək. Biraz da belə eləyək. Gedək vurmağa. Amma elə eləməliyik ki, belə bu hazır olana ayaqüstə dayana bilək də belə. İnduşkanı hazırladıqdan sonra qəşəng qızardı. Yanında olacaq alma. Sonra bunun bir sosu var yanında. Bunu da eləyəcəyik. Keçək bizim bunun hazırlanmasına. Biraz rolikimiz biraz uzundur, üzürü sayın. Amma bütün prosesi göstərirəm də sizə. Bu sonra sonda mandarin də atacağıq içərisinə. Narıncı deyirlər də buna. Albalının gözəl, qəşəng rəngi var. Həmən biz atırıq bura kərə yağı. Çok güzel baldı. Almanya'dan gelen baldı. Diyecekler bizim ballara ne oldu ki? Hiç ne olmuyor. Bizim de balımız var. Yani bilmiyorum. Biraz şarap ilave edirik. Nişasta ilave edirik biraz. Hemen biz bu bizim mandarinləri, narıncıları əlavə edirik bura. Mandarini vurandan sonra çox gözləmirik ki, belə pişsin. Artıq hazırdır. Biraz darçın da əlavə edirik. Darçın tozu. Çox yox.
albalı ilə olan sous da hazırdır. Bu pişənə yaxın biz onun üzərinə vurmaq üçün belə ki, biraz parıldılı belə bir qızarsın. Ona görə də bizə lazımdır yenə də balla, kərə yağı ilə və armudla hazırlayacağım. Üzərinə çəkəcəyik. İnduşkanın hazırlanması 17-ci seriya. Armudla dedim, üzərinə bir glazur da eləyəcəyik. Ona görə soyuruq bunu. Aromatlı armuddur. Bilmirəm, hardan gəlib. Bəlkə öz armudumuzdur. Ortadan bölüb, içərisini alətlə çıxardırıq. Bunun dülgərlikdən olan alətimizdir. Görürsən, belə rahat şəkildə çıxardır. Nə ilə belə çıxarda bilərsən bunu? Deməli, yandıraq bunu belə. Biraz portağal şirəsi əlavə edirik bura. Büyün almışdıq bunu, görmüşdünüz. Azca doğrayırıq belə. Bu indi ağzını bağlamalıyıq ki, bu armud qəşəng ərisin. Görəcəksiniz, dadlı alınacaq. Sonra üzərinə vuracağıq. Alma da pişirəcəm ki, belə daha gözəllik versin. Bax, belə eləyirik yenə də almanı. Yox, yarıdan biraz çox. Gördünüz mü? Bu içini belə götürürük. Bax, belə. Deməli, bu almanı necə eləyirik? Biraz şəkər əlavə edirik. Biz brown şəkər əlavə eləsəz, qəhvəyi, o daha qəşəng olar. Biraz şəkər əlavə edirik bura. Darçın vururuq. Az və kərə yağı. Gözəl olacaq bu. Və qoyaq, pişsin. Qızaracaq. Qızaracaq, bunu da yanına qoyacaq. Çox gözəl effekt verəcək bu. 12 dəqiqə pişsin. Alma hazır oldu. Çox qəşəng. Pişir. Super. Artıq hazır olur. İndi biz bunu biraz əzək. Glazuru hazırlayıb, bunu biraz süzdük. Gördünüz, bu keçirdik bizim setkadan və yenidən əlavə edirik bura. Sonra nişasta, yağ vurub belə qatı halına gətirəcəyik bunu. Həmən yağı vuraq. Hər şefin, belə deyim də, özünə uyğun bir resepti var, sousu var. Yəni, eyni resepti, məsələn, başqa şef başqa cür hazırlayacaq. Qatılığı əladır, bax, belə yoxlayırsınız. 10-15 dəqiqədən üzərinə çəkəcəyik bunu ki, belə qəşəng glazur əmələ gəlsin. Biraz da şəkər vuraq. Bunu altını söndürək. İndi gedək, baxaq görək bizim hinduşka necədir. Temperatur çox gözəl. Açaq, açaq. Pişir. Başlayayım. Oxudum onu. Həzərat vaxtı. Gedək, gəlini gətirək. Dana.
gözəl aromatı gəlir. Bunu ehtiyatla açaq. Çox belə ehtiyatla par vuracaq. Bravo, bravo, bravo. Ay, nə gözəl. Bu elə tam versiya deyil. Bax, əla, əla. Gözəl, əla. Biraz azca bunun yağından bura əlavə edirik ki, altı biraz qoyanda yapışmasın. Belə. Bu bizə indi lazım olacaq. Bu armuddan hazırlanmış, gördünüz ki, necə hazırladıq. Bax, bunu qatı olur, biraz nişasta da vurduq. Bunu üzərinə bax, belə çəkirik. Qəşəng, belə deyim, gözəl buna rəng verəcək və üzəri də belə xırtıllı, xırçıltılı olacaq. İndi qoyaq, biraz da qızarsın. Artıq görəcəksiniz, qəşəng qızaracaq bu. Gözəl. Çaqqallara bax. Deyir, meşə çaqqalsız olmaz. El misalıdır. Hinduşkanıma belə suyunu süzək. Görürsünüz, belə. Hələ suyunu buxarlandıracaq. Sonra biraz bu armud qalmışdı. Armudu da əlavə edib. Biraz şərab. Gözəl üstünə vuracaq. Bravo, bravo, bravo. İndi ikinci qatı da vuraq. Ay, sağ ol. Görsün nə qəşəng pişir. Baxın, gördünüz nə tər qızardı. Bayaq bişirdi, indi qızarma etapıdır. Bilirsiniz, bəzi aşpazlar başlayır, start verir, son güya hazır oldu. Bir göstər də nə tər pişirdin bunu. Ha? Düzdür belə bana? İndi bağlayaq, sonuncu dəfə qızarsın. Biraz da nişasta vuraq. Qarışdıraq bunu. Bu belə qatı olmalıdır belə. Biraz da şərab əlavə edək. Bu suyu təmiz çəkilməlidir. Bu vurduğumuz şərab, yəni düşünün ki, sirkədir. Bax, 500 dəfə təkrarlamışam. Gənc sirkə. Yəni sirkə olmamışdan öncə sirkənin bir öncəki halı şərabdır. Bu qalmışdı. Atmayacağıq ki bunu. Biraz qatılıq verəcək buna. Çox qəşəng. Hətta mən sizin nə edərdim? Bunu əlavə edərdim bunun üstünə. Wow. Görsən? Gördün? Nə varsın ha sən? Çox belə qəşəng hazırlanır. Görürsünüz, biraz suyunu çəksin. Eksperimental aldım. Sənin üçündür eksperimental, qaqa. Mən bilirəm nə edirəm burada. Ona bax, et danışına bax. Vapşi söndür kameranı. Artıq induşkamız hazırdır. Bax, görün nə qəşəng pişib. Qəşəng qızartdıq. Wow. Əla, görsünüz nə qəşəng qızarıb. Görün nə qəşəng qızarıb. Sirop vurduğumuz yerlər. Məndən başqa nə hissəm var? Stola bütöv şəkildə təqdim eləyəndən sonra da mütləq doğramalısınız. Mən qərara gəldim ki, doğrayayım, hər şeyi hazırlayayım, belə təqdimatı belə verim. İlk növbə bizim pürədən başlayırıq, şabalıd pürəsindən. Kesək buradan. Ay, sağ ol. Belə. Çox gözəl pişib. Qaydardı. Belə.
İndi bu bizim gözəl, qəşəng hazır olmuş albalı ilə mandarin sosunu da əlavə eləyək görünə. Bizim yeməyimiz var. Böyle silək ki, bir estetik güzel görünsün. Almamızı koyduk buraya. Belə, indi bunun dadına baxaq. Amma stolun kənarında. İndi gəlin dadına baxaq, görək necə alınıb. İnandırım, belə gözləmirdim. Ay, bunu mən mi pişirmişim, ay? Çok güzel, çok ince, bütün belə deyim dadlarla zəngin. Həm burada desək meyvələrin dadını hiss edirik, şabalıd, bütün o düzəltdiyimiz alma, bax belə deyim də çox belə zəngin bir tada malik yemək alınıb. Çok güzel. Sözüm yoxdur. Siz də belə hazırlayın və bayram süfrəsi üçün sizdə də bundan daha gözəl alınacaq. Sağ olun, canınız sağ olsun. Sağ ol Elnur. Sağ ol Samir. İndi çəkilişdən sonra hamımız qəşəng bunun Samir zat hamımız dadına baxacağıq. Sağ olun.